Universitetin rektoru Elbrus İsayev bildirib ki, Naxçıvan Dövlət Universiteti ilə Türkiyə Respublikasının tərəfdaş universitetləri arasında qüvvədə olan əməkdaşlıq müqavilələri və qarşılıqlı anlaşma memorandumları, həmçinin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramının icrası çərçivəsində 6-17 iyul tarixlərində beynəlxalq yay təcrübəsi proqramı uğurla həyata keçirilib. Rektor proqram iştirakçıları ilə görüşərək təcrübənin nəticələri, tələbələrin təklifləri və gələcəkdə proqramın daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıb. Elbrus İsayev beynəlxalq təcrübə proqramlarının tələbələrin peşəkar hazırlığının gücləndirilməsində, nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsində və beynəlxalq tibbi təcrübənin mənimsənilməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Daha sonra qrup rəhbərləri Cərrahpaşa, Ankara, Qazi, 9 Eylül, Ağdəniz və Qaradəniz Texniki Universitetlərində keçirilən təcrübələrin nəticələrinə dair təqdimatlarla çıxış edərək, tələbələrin klinik hazırlıq prosesi, qazandıqları praktik bacarıqlar və əldə etdikləri təcrübə haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, proqram çərçivəsində universitetin tibb, hərbi tibb, tədris ingilis dilində tibb sabah qrupları, stomatologiya, ictimai səhiyyə, əzciatçılıq və psixologiya ixtisaslarında təhsil alan 221 tələbə, eləcə də 21 nəfər professor müəllim heyəti Türkiyənin 6 nüfuzlu ali tibb təhsili müəssisəsində təcrübə və ixtisas artırma proqramlarında iştirak edib. Yay təcrübəsi müddətində iştirakçılar terapiya, cərrahiyyə, pediatriya, ginekologiya, reanimasiya, təcili yardım və digər klinik şöbələrdə praktik hazırlıq keçərək, həkimlərin gündəlik fəaliyyətini izləyib, müxtəlif tibbi prosedurlarda iştirak edib, müasir diaqnostika və müalicə üsullarını mənimsəyiblər. Hesabat tədbirində çıxış edən tələbələr beynəlxalq yay təcrübəsinin onların peşəkar inkişafında mühüm rol oynadığını bildiriblər. Hər il universitetimiz tərəfindən keçirilən yay təcrübə proqramlarında bu il mən İstanbul Cərrahpaşa Universitetində 2 həftəlik klinik staj keçmək şansı əldə etdim. Bu staj ərzində həm əməliyyatlarda iştirak edə bildim, həmçinin digər terapevtik sahələrdə də staj keçə bildik ki, burada cərrahiyyə şöbələrində robotik əməliyyatlarda iştirak etmək şansı əldə etdim ki, bu mənim üçün tələbəlik dövründə qazandığım ən yaxşı uğurlardan, şanslardan biri olmuşdu ki, biz burada xərçəng şişinin götürülməsini, lobektomiya əməliyyatını icra edərək zaman həm həkimimiz tərəfindən bizə bunlar müəyyən göstərişlər verildi və biz bunu izləyə bildik. Terapevtik sahələrdə isə xəstələrin müalicə prinsipləri, nadir xəstəliklərlə tanış ola bildik. Universitetimiz tərəfindən hər il təşkil olunan yay təcrübələrində bu ildə iştirak etmişəm. Bu dəfəki səfərimiz İstanbul şəhərinə Cərrahpaşa Tibb Fakültəsinə oldu. Təcrübə müddətində xəstəxanada müxtəlif əməliyyatların gedişində iştirak etmiş, həmçinin xəstə müayinələrində həkimlərlə birlikdə iştirak edərək nəzəri bacarıqlarımızı praktik biliklərlə kombinə etmə şansı əldə etmişik. Daxili xəstəliklər, ümumi cərrahiyyə, pediatriya, acil kimi şöbələrdə olmuşam. Xəstələrin yatışı hazırlanması, bir çox klinika prosedurların necə işləməsi haqqında geniş tibbi biliyə malik olmuşam bu dövrdə. Universitetimizin əlavə sağladığı imkanlar çərçivəsində bu dövrdə orqan nəqli və transplantasiya şöbəsində olaraq canlı böyrək nəqli əməliyyatında iştirak etmişəm. Biz də Qazi Universitetinin müxtəlif bölmələrində olduq. Bu tələbələr üçün də eyni zamanda bizim üçün də çox böyük faydası oldu. Mən özüm Qazi Universitetində pediatriya bölməsində, eyni zamanda uşaq allerji bölməsində olduq. Burada xəstələrlə, deməli, xəstə müayinələrində iştirak etdik. Onların müxtəlif müayinələrində, müxtəlif testlərin aparılmasında, tənəffüs funksional testlərində, dəri testlərində tələbələrlə birlikdə iştirak etdik. Bu gün universitetin tələbələri üçün böyük bir şans yaranmışdı ki, artıq dünya miqyasında olan nüfuzlu tibb ocaqlarında o inkişafı görsünlər və tələbələrimiz təqribən 6 istiqamət üzrə rotasiya istiqamətində bizim olduğumuz yerdə Qaradəniz Texniki Universitetinin Farabi xəstəxanasında 2 həftə müddətində 6 ixtisas üzrə, 6 bölmə üzrə rotasiya keçdilər. Orada həm təcili yardım şöbəsində, həm daxili xəstəliklər şöbəsində, həm cərrahiyyə, həm ginekoloji şöbəsində və psixologiyanın tələbələri isə psixologiya şöbəsində təcrübə keçdilər. Akşin Məhərrəmov, NTV Xəbər.